Salam, dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. İndi sizə 6 aprel 2025-ci il tarixində OTK tərəfindən keçirilmiş 9-cu sinif buraxılış sınaq imtahanının riyaziyyat sualının izahını verəcəm. Dünən düzgün cavabları paylaşmışdım, izahsız idi. İndi isə sərsi şəkildə izahını verəcəm. Başlayaq ilk sualdan. Çox həllisini vurğulara ayırın. Baxırıq ki, ortaq olan 3 var. Çıxardan mütərizə xaricinə. 1 çıx 4a kvadratı. Bu da bərabərdir. 3 vurulsun. 1 yazırıq 1'in kvadratı. 4a kvadratını yazırıq 2a'nın kvadratı. Bu da bərabərdir. 3 vurulsun. Mötərizənin içərisinə müxtəsər vurma üsulu tətbiq eləsək 1 çıx 2a 1 üstəgəl 2a olacaq. Yəni doğru cavabımız burada olacaq. D variantı. 1 çıx 2a 1 plus 2a vurulsun 3. Növbəti 32-ci sual. A və B hadisələri üçün y bölü x nisbətini tapın. Baxırıq. A hadisəsinin baş verməsi ehtimalı 0,28, baş verməməsi ehtimalı y-dir. B hadisəsinin baş verməsi ehtimalı x, baş verməməsi ehtimalı isə 0,76-dır. Hadisənin baş verməsi ilə baş verməməsi ehtimalların cəmi 1-dir. Yəni bunların cəmi 1 olması lazım. Ona görə yazırıq 0,28 üstəgəl y bərabərdir 1-ə. Y bərabərdir 1 çıxılsın 0,28. Y bərabərdir 0,72. Digər tərəfdən x üstəgəl 0,76 bərabərdir 1-ə. X bərabərdir 1 çıxılsın 0,76. X bərabərdir 0,24. Bizdən y-nin x-ə nisbətini soruşur. 0,72 bölünsün 0,24. Sürəti də məxrəci də 100-ə vursam 72 bölünsün 24 nəticə olacaq 3. Yəni doğru cavab burada 3-ə bərabərdir. 33-cü sual. Bir üzünün diaqonalı 4/2 cm olan kubun yan səthinin sahəsini tapın. Kubun bütün üzləri kvadratdır. Kvadratın diaqonalı onun tərəfinin kökdə 2 mislinə bərabərdir. Yəni tərəfə A desəm, A-nın kökdə 2 misli bərabər 4/2. Kökdəkilər ixtisar olunur. A alır 4. A-nın qiyməti 4-dür. Kubun yan səthi. Kubun yan səthi, yəni yan üzlərin sayları cəmi deməkdir. Kubun 4 dənə yan üzü olduğu üçün və bütün yan üzləri bir-birinə bərabərdir və hər biri də kvadratdır. Ona görə yan səthi olacaq 4a kvadrat. 4 vurulsun. A 4'dür. 4'ün kvadratı. Bu da olacaq 4'ün kubu. Nəticə olacaq 64. Doğru cavab A variantı. 34-cü sual. 6'da 1 hissəsi dolu olan çənin boş qalan hissəsinin həcmi dolu hissəsinin həcmindən neçə dəfə çoxdur? Deməli 6'da 1 hissəsi doludursa, 1-dən 6'da 1'i çıxsa, olacaq 6'da 5. 6'da 5 hissəsi boş olacaq. İndi bizdən soruşur ki, boş qalan hissənin həcmi dolu hissənin həcmindən neçə dəfə çoxdur? Ona görə də 6'da 5'i bölməliyəm 6'da 1'ə. Adi kəsrə bölmək üçün birincini vurmaq lazımdır ikincinin tərsinə. 1'də 6'ya. 6'lar ixtisar gedir və burada qalır nəticə 5. Deməli 5 dəfə çoxdur. Doğru cavabımız D variantı. 35-ci sual. İfadəsinin qiymətini hesablayın. Sürətə müxtəsər vurma üsulunu tətbiq etsək alınacaq 402 çıx 398 402 üstəgəl 398 bərabərdir. 402-dən 398 çıxanda 4. 402-nin üzərinə 398 gələndə 800. 4 vur 800 bölünsün 800. 800'ləri ixtisar gedəcək və nəticə qalacaq 4. Yəni doğru cavab burada A variantı 4'ə bərabərdir. 36-cı sual. 60 ədədinin 60% A ədədinə,
80 ədədinin 80% isə B ədədinə bərabər olarsa, kök altında A plus B ifadəsinin qiymətini tapın. Deməli, A bərabərdir 60-ın 60%. 60 vur 60 bölü 100. Bu da edir 36. B də bərabərdir 80-in 80%. 80 vur 80 bölü 100. Bu da bərabərdir 64. İndi yazırıq. Kök altında 36 plus 64. Bu da bərabərdir. Kök altında 100. Buraya kök çıxır 10. Yəni doğru cavab burada A variantında verilib. 37-ci sual. Deyir ki, M ədədi üçün doğru ifadəni və yaxud da ifadələri müəyyən edin. M bərabərdir. Təşkil onluq yüzlük 100A, təşkil onluq 10B, üstəgəl təklik C, təşkil onluq yüzlük 100B, təşkil onluq 10A plus B. Üstəgəl təşkil onluq yüzlük 100C, onluqda da C'dir. Üstəgəl 10C, üstəgəl təşkil A, üstəgəl A. İndi birinci alara baxaq. 100A, 10A və A. Və M bərabərdir 111A. Üstəgəl. İndi isə B-lərə baxaq. 10B, 100B, bir də B. Alınacaq 111B. Üstəgəl. C-lərə baxaq. C, 100C, bir də 10C. Bu olacaq 111C. M bərabərdir 111-i mütərizə xaricində çıxarsaq A plus B plus C. 111 nə deməkdir? 3 vur 37. Olsun A plus B plus C. İndi baxaq. Deyir 9-a qalıqsız bölünür. Bunu deyə bilmərik. Çünki 3 A plus B plus C 3-ə bölünməlidir ki, nəticə ilə 3-ün hasili yenə 9-a bölünəcək. Burada elə bir ki 3 problem deyil. Problem olan buradır. Yəni A plus B plus C 9-a bölüm edə bilər. Və ya da 3-ə bölüm edə bilər. A plus B plus C 3-ə bölünən bir ədəd olsa əgər, 3-ün hasili 9-a bölünəcək. Amma A plus B plus C-ni biz bilmirik nə ola bilər. Ona görə birincisi yanlışdır. İkincisi 37-yə qalıqsız bölünür. Vurulardan biri 37 olduğu üçün hasil qalıqsız bölünəcək. Vurulardan biri 3 olduğu üçün hasil 3-ə də bölünəcək. Ona görə 2-3 doğrudur. Cavabımız burada C variantı. 38-ci sual. Kökdəki ədədinin kəsr hissəsi A ədədinə bərabər olarsa, deməli, A bərabərdir kökdə 2-nin kəsr hissəsinə. İndi kökdə 2-nin tam hissəsi mənə lazımdır. Kökdə 2 yerləşir kökdə 1 ilə kökdə 4 arasında. Deməli, 1 ilə 2 arasında yerləşir. Ona görə kökdə 2-nin tam hissəsi 1 ilə 2 arasında yerləşdiyi üçün tam hissəsi 1-dir. Ona görə onun kəsr hissəsi də olacaq ədədin özündən, yəni kökdə 2-dən çıxmalıyam tam hissəni. Bu olur onun kəsr hissəsi. Kətib yerinə yazsaq, 2 minus kökdə 2 bölünsün. A-nı yenə kökdə 2 çıx 1 yazsam, kökdə 2 çıx 1 çıx 1. 2 minus kökdə 2 bölünsün kökdə 2 çıx 2. Sürətlə məxrəc bir-birinin əksidir. Birinin əksi olduğu üçün nisbətləri olacaq -1. Yəni doğru cavab D variantı. 39-cu sual. ABC üçbucağında EM-in AC-yə paralel, EM ilə AC-nin nisbəti 2-3 nisbətində verib, B-ni 4 verib. Bizə nə soruşur? ENC parçasının uzunluğu x deyirəm. EM-in AC-yə paralel olduğu üçün A bucağı ilə M bucağı uyğun bucaqdır. C bucağı ilə də N bucağı uyğun bucaqdır. İndi buradan görünür ki, balaca üçbucaqla böyük üçbucaq oxşardır. Yəni üçbucaq A, B, C oxşardır üçbucaq. A bucağı o birisində N bucağıdır. B ortaqdır. C bucağı da o birisində N bucağıdır. İndi yazırıq. AC-nin M-ilə nisbəti, AC-nin M-ilə nisbəti bərabərdir BC-nin B-ilə nisbəti. İndi M ilə AC-nin nisbəti 2-nin 3-sə,
Acilən m-in nisbəti 3-ün 2-yə olacaq. Ona görə yazıram 3-ün 2-yə nisbəti bərabərdir. BC 4 plus x 4 plus x B-nin də 4'dür. Çarpaz vursaq, hətta burada ixtisar eləsək, 2 ixtisar olur. Burada 1, burada 2. İndi çarpaz vursaq, 4 plus x bərabərdir 6'ya. X alınır 2. Bizdən də x'i soruşur. Doğru cavabımız burada 2'ye bərabərdir. Yəni cavab Y variantı. 40-cı sual. 60 dərəcəli mərkəzi bucağa uyğun dairə sektorunun sahəsi 24 pi kvadrat santimetr olarsa dairənin radiusunu tapın. İndi 60 dərəcəli mərkəzi bucağa uyğun sektorun sahəsi 24 pi'dir. Sektor dairənin müəyyən bir hissəsidir. Ona uyğun mərkəzi bucaqda 60 dərəcədir. Dairə də üzü 360 dərəcədir. Baxırıq ki, sektor dairənin 6'da 1 hissəsidir. Yəni 60'ı 360'a bölsəm 6'da 1 olacaq. Sektorun sahəsi 24 pi isə dairənin sahəsi olacaq 6 vur 24 pi. Yəni 144 pi olacaq. Dairənin sahəsi pi r kvadrat bərabərdir 144 pi'yə. Pi'lər gedəcək. R kvadrat 144 alınır və R alınır 12. Radius 12'dir. Bunu hazır düz sonda yazmaq olar. Düz turda indi deyəcəm. Sektorun sahəsi S sektor bərabərdir pi r kvadrat bölü 360 dərəcə vur alfa. Verilən ifadeləri yerinə yazmaqla artıq radiusu çıxarda bilərsiniz. 41-ci sual ifadəsinin qiymətini hesablayın deyir. Birinci mütərizədə ortaq vuruq kimi kökdə 2-ni mütərizə xaricinə çıxarsam, kökdə 2 vurulsun, kökdə 3 çıx 1, kökdə 3 plus 1. Növbəti ikisinin hasilləri, bunlar bizə verir müxtəsəri. Kökdə 2 vurulsun, a çıx b, a plus b bizə nə verir? A kvadrat çıx b kvadratını verir. Ona görə yazırıq kökdə 3'ün kvadratı çıx 1'in kvadratı. Bu da bərabərdir. Kökdə 2 vurulsun, kökdə 3'ün kvadratı 3 deməkdir. 1'in də kvadratı 1 deməkdir. Kökdə 2 vurulsun, 3'dən 1 çıxanda 2. Nəticə olacaq 2 kökdə 2. Yəni doğru cavab nədir? A variantı. 42-ci sual. Hipotenuzu kökdə 21 cm, katetlərdən biri kökdə 5 cm olan düzbucaqlı üçbucağın digər katetin uzunluğunu tapın. Düzbucaqlı üçbucaq çəkirik. Hipotenuzu verib kökdə 21, katetlərdən birini verib kökdə 5, digər kateti soruşur, burada x. Pifaqor teoremi tətbiq eləsək, katetlərin kvadratları cəmi x kvadrat üstəgəl kökdə 5'in kvadratı bərabərdir hipotenuzun kvadratına, yəni kökdə 21'in kvadratına. X kvadrat üstəgəl 5 bərabərdir 21'ə, x kvadrat bərabərdir 16'ya və x alınır buradan 4. Deməli, digər katet nə imiş? 4 cm imiş. Doğru cavab D variantı. 43-cü sual. A plus B cəmini verib 8, AB hasını verib 3, A kvadrat plus B kvadrat cəmini soruşur. Deməli, bunu iki üsulla yazmaq olar. Birinci, A kvadrat plus B kvadrat bərabərdir yazırıq. A plus B'nin kvadratı, A plus B bizə verilib deyə. A plus B'nin kvadratı, bunun altında 2AB var. Amma sol tərəfdə 2AB yoxdur deyə çıx 2AB yazırıq. A plus B 8, 8'in kvadratı çıx 2 vur 3. 64 çıx 6, 58. Bu birinci üsul. İkinci üsul, A plus B'ni 8 verib, hər tərəfin kvadratını alsam, alınır A kvadrat üstə gəlir 2AB plus B kvadrat bərabərdir 64'ə. AB 3 verib, A kvadrat plus 6 plus B kvadrat bərabərdir 64'ə. A kvadrat plus B kvadrat bərabərdir 64'dən 6 çıxanda 58. Yəni doğru cavab burada 58'ə bərabərdir. Bu da ikinci üsul. 44-cü sual. A, B və C çoxları üçün işlənmiş hissəyə uyğun ifadəni müəyyən edin. Burada nəyə baxırıq?
Əgər əgər bu hissə də rənglənsəydi, A ilə B tam rənglənmiş olacaqdı. Yəni olacaqdı A ilə B-nin birləşməsi. Amma həmin hissə yoxdur. Həmin hissəyə də baxıram ki, C-yə daxildir. Deməli, A ilə B-nin birləşməsindən C-ni çıxartsam, həmin hissə çıxır. Qalır şifrlənmiş hissə. Ona görə cavabımız nədir burada? A variantı. 45-ci sual. Tənliklər sistemindən x plus y cəmini tapın. Birinci tənliyin hər tərəfini 3-ə vursam, 9x çıx 3y bərabər 9. İkinci tənliyi olduğu kimi saxlayıram. İndi bunları tərəfə toplasam, y-lər islah olunacaq. Alınacaq 11x bərabərdir 22-yə. X bərabərdir 22-ni 11-ə bölsək x2. X-in qiymətini gətirib burada yerinə yazsaq, 3 vur 2 çıx y bərabərdir 3-ə. 6 çıx y bərabərdir 3-ə. Y də bərabər nəyə? 3. Y 3. X plus y cəmi soruşur. X plus y cəmi olacaq. 2 plus 3 nəticə olacaq 5. Yəni doğru cavab olacaq A variantı. Qırx altıncı sual. A, B və C natural ədədləri üçün A-nın B-nin nisbətini verib 2-nin 3-ə nisbəti. A-nın B-yə nisbəti verib 2-nin 3-ə nisbəti. B-nin C-yə nisbəti veribsə 4-ün 5-ə nisbəti. Olarsa A plus B plus C cəminin ən kiçik qiymətini soruşur. Burada nəyə baxırıq? Hər iki tənasibdə ortaq olan B var. B. Burada qarşısı 3-dür, burada qarşısı 4-dür. Elə eləməli ki, eyni olsun. 100 dən 4-ün əkəbi neçədir? 12. Deməli, birincinin sağ tərəfini 4-ə vurmam lazım. 12-də 8. İkincinin sağ tərəfini isə 3-ə vurmam lazım. 15-də 8. Bunu yazdıq. İndi A-mız 8K-dır. B-miz 12K-dır. C-miz də 15K-dır. A plus B plus C cəmini soruşur. A plus B plus C bərabərdir 8K üstəgəl 12K üstəgəl 15K bərabərdir 35K. Ən kiçik soruşduğu üçün K-nın yerinə 1 yazsaq A plus B plus C olacaq 35. Yəni doğru cavab burada 35-ə bərabərdir. 47-ci sual. A parametrin hansı qiymətində ədədinin 18 sada vuruğu var? Deməli, n bərabərdir. 4 2-nin kvadrat şəkildə yazırıq. 21 də mürəkkəbdir. Yazırıq 3 üstü A, 7 üstü A. Artıq ədəd sada vuruqlara ayrılıb. Sada vuruq sayısı qüvvətləri toplamalıyıq. 2 plus A plus A. Bizə verməlidir 18-ə. 2-yə bərabərdir 16-ya. A 8. Deməli, A 8 olanda verilmiş n ədədinin 18 sayda sada vuruğu olur. A 8-dir. 48-ci sual. Tənli ilə verilmiş çevrənin mərkəzi koordinatlarının cəmini tapın. Əgər mərkəzi x0, y0 nöqtəsi verilibsə və radius verilibsə, çevrənin tənli bu şəkildədir. X çıx x0-ın kvadratı üstəgəl y çıx y0-ın kvadratı bərabərdir radiusun kvadratı. Ona görə verilmiş tənliyi bu şəkildə yazmalıyıq. X kvadrat üstəgəl 6x plus 9 yazsam tam kvadratdır. Üstəgəl y kvadrat çıx 12y plus 36 yazsam tam kvadratdır. Çıx 4. 9 ilə 36, yəni 45 əlavə eləmişəm. 45-də çıxmalıyam. Bərabər 0. Deməli, birinci bizə verir x plus 3-ün kvadratı. İkinci bizə verir y çıx 6-nın kvadratı. Bərabərdir 49-a. Bu nə deməkdir? Belə açıq formada yazaq. X çıx mənfi 3-ün kvadratı da rahat görünsün. Üstəgəl y çıx 6-nın kvadratı bərabərdir 7-nin kvadratı. Deməli, mərkəzi mənfi 3 6-da, radiusu 7 olan çevrədir bu. Radiusu 7 olan çevrədir. İndi mərkəzin koordinatları cəmi soruşur. Mənfi 3 ilə 6-nı toplasaq cavab olacaq 3. Yəni doğru cavab burada 3-ə bərabərdir. 49-cu sual. Kvadrat tənlinin kökləri x1 və x2 olarsa,
Bizden soruşur x1 x2'nin cəmi bölünsün kök altında x1 x2'nin hasili ifadəsinin qiymətini soruşur. Tənlimiz çevrilmiş kvadrat tənlişdir. Çevrilmiş kvadrat tənlinin kökləri cəmi ikinci hədin əmsalının əksinə bərabərdir. Yəni x1 ilə x2'nin cəmi bərabərdir. İkinci hədd -6x-dir. Əmsal -6, əksi də -6. Kökləri hasil isə sərbəst həddə, yəni 4-ə bərabərdir. Gətirib yenə yazsaq 6 bölünsün kökdə 4. Bu da bərabərdir 6 bölü 2. Nəticə olacaq 3. Yəni doğru cavab burada 3'ə bərabərdir. Keçirik növbəti 50-ci sual. Bərabərsinin ən böyük tam həllinidir. Tapın. İndi burada nəyə baxırıq? Deməli x kvadrat çıx 11 yazırıq kökdə 11'in kvadrat şəklində. Kiçikdir 0. Burada nə deməkdir? X çıx kökdə 11. X üstə gəl kökdə 11. Sıfırdan kiçikdir. İndi kökün biri mənfi kökdə 11'dir. Digəri də müsbət kökdə 11'dir. Ədəd oxu bölündü 3 hissəyə. Kökdə 11'dən sağda. Kökdə 11'in sağında. Məsələn 4. X'in yerinə 4 yazsaq, müsbət olacaq. Mənfi kökdə 11 ilə kökdə 11 arasında x'in yerinə 0 seçsək, x'in yerinə 0 yazanda biri mənfili, biri müsbətdir. Hasil olacaq mənfi. Mənfi kökdə 11'in solunda x'in yerinə -4 yazsaq, hər ikisi mənfi, hasil müsbət. Bizə lazımdır mənfi olan yer. Mənfi olan yer lazımdır. Çünki kiçikdir 0 deyir. Ona cavabımız mənfi kökdə 11 ilə kökdə 11 arasında yerləşir. Ən böyük tam həll, buradan yerləşən ən böyük tamı 3'dür. Yəni cavab 3'ə bərabərdir. 51-ci sual. Deyir ki, alfa bucağı iti bucaq olarsa n'in ən böyük tam qiymət tapın. İti bucaqdırsa alfa 0'dan böyük olmalıdır. 90'dan isə kiçik. Ən böyük tam qiymət soruşduğu üçün mənə lazımdır hansı tərəf? Sağ tərəf. 32 plus 4'in kiçikdir 90 dərəcədən. Hər tərəfdən 32 çıxsam 4'in kiçikdir 58 dərəcədən. Hər tərəfi 4'ə bölsəm n kiçikdir 14,5 dərəcədən. Deməli n'in ən böyük tam qiyməti neçə olacaq? 14 olacaq. Yəni cavab 14'dür burada. 52-ci sual. Ordinat oxunu 0,23 nöqtəsində kəsən funksiyasının qrafikin təpə nöqtəsinin koordinatı 3,5 olarsa A çıx B fərqini tapın. Biz bilirik ki, parabolanın təpə nöqtəsi verilibsə, parabola y bərabərdir A vurulsun x çıx m'in kvadratı üstəl n şəklindədir. Bura m'dir, burada n'dir. Yerinə yazsaq, y bərabərdir A vurulsun x çıx 3'ün kvadratı üstəl 5. Bunu yazdıq. İndi A-nı tapmalıyıq. Baxırıq ki, qrafik ordinat oxunu kəsir 0,23'də. Yəni y 23'dür, x də 0'dır. Yerinə yazsaq, 23 bərabərdir A vurulsun 0 çıx 3'ün kvadratı plus 5. 23 çıx 5 bərabərdir A vurulsun 9'a. 18 bərabərdir A vurulsun 9. A-da neçədir? A-da 2'dir. A-nın bu qiymətini gətirib burada yerinə yazsaq, y bərabərdir 2 vurulsun x çıx 3'ün kvadratı plus 5 alınır. Y bərabərdir 2 vurulsun x kvadrat çıx 6x plus 9 plus 5. Y bərabərdir 2x kvadrat çıx 12x üstəgəl 23. İndi A'mız buradan görünür 2'dir. B'miz -12'dir. C'miz də 23'dür. A çıx B fərqini soruşur. A çıx B olacaq. 2 çıx -12. Yəni 2 üstəgəl 12 olacaq. Bu da 24. Yəni burada doğru cavabımız 24'ə bərabərdir. Keçək növbəti suala. 53-cü suala. Mərkəzi O nöqtəsində olan çevrədə BA toxunan, BC kəsən AB 6, BD 3, CY 3, NY MY'yə bərabərdir. Yəni bunlar da bərabərdir. MN parçasının uzunluğunu soruşur. Əvvəlcə bizə lazımdır burada DY lazımdır. DY x deyirəm. X. İndi toxunanın kvadratı AB-nin kvadratı bərabərdir. Kəsənin çöldəki hissəsi BD
BD. Vurulsun ümumi hissə BC-yə. 6'nın kvadratı bərabərdir. BD bizdə neçədir? 3. BD nədir? BC 3 plus x plus 3 deməkdir. 36 bərabərdir. 3 vurulsun x plus 6'ya. Deməli x plus 6 bərabərdir. 36'nı 3'ə böləndə 12. Deməli x neçədir? X 6'dır. X tapdıq 6. Yəni 7 6'dır. Bunu bildik. Buraya y deyilsən, burada y-dir. İndi kəsişən iki vətənin xassəsini yazıram. Y ilə y-nin hasili bərabərdir 3 dəfə 6'ya. Yəni 3-dən 6'nın hasili. Y kvadrat bərabərdir. 3 vur 6'nı yazıram. 9 vur 2 şəklində. Kök alsam y olacaq 3 kökdə 2. Bunu tapdıq. EM-ni soruşur. EM də bərabərdir 2y. Olacaq 6 kökdə 2. Yəni doğru cavab burada 6 kökdə 2'yə bərabərdir. 54-cü sual. Həsənin 13, Yusufun isə 7 yaşı var. Neçə ildən sonra Həsən yaşı Yusufun yaşından 1,5 dəfə çox olar. Yaş məsələlərini yazmaq üçün ən rahat yolu cədvəl üsuludur. Həsən, Yusuf. Həsəndə yaş 13'dür, Yusufda yaş isə 7'dir. Neçə ildən sonra? X il olsun. 13 plus x, 7 plus x. Neçə ildən sonra Həsənin yaşı Yusufun yaşından 1,5 dəfə çox olar. Yəni 13 plus x bərabərdir. 1/5 vurulsun 7 plus x-ə. 13 plus x bərabərdir. 10,5 deyil 1,5 x-ə. 13 çıx 10,5 bərabərdir. 1,5 x çıx x. 2,5 bərabərdir. 0,5 x-ə. 0,5 x-ə. Deməli x də buradan alınır. X alınır 5. X 5'dir. Deməli 5 ildən sonra olacaq. Növbəti və sonuncu sualımız. Bütün diagonalların sayı 9 olan düzgün çoxbucaqlı bir daxili bucağını tapın. Diagonal sayısı n vurulsun n çıx 3 bölü 2 düsturan hesablanır. Bu diagonal sayısıdır. Bütün diagonal sayısı bu deməkdir. N tərəflərin sayıdır. İndi diagonal sayısı verib 9. Bu bərabər 9'a. Hər tərəfi 2'yə vursam n vurulsun n çıx 3 bərabərdir 18'ə. N kvadrat çıx 6n çıx 18 bərabərdir 0. Sol tərəfi belə yazırıq. N çıx. Üzr istəyirəm. 6 yazmışam. Çıx 3n çıx 18 bərabərdir 0. Sol tərəfi belə yazırıq. N çıx 6 n plus 3 bərabərdir 0. Hasil 0 ise en azı biri 0'dır. Buradan n çıxır 6. Buradan n çıxır -3. N tərəf sayı olduğu için yani mənfinin burada nə işi var? Mənfi ola bilməz. Deməli tərəf sayı 6'dır. Biz bir daxili bucağı tapmaq üçün, düzgün çoxbucaqlı olduğu için əvvəlcə bir xarici bucağın ölçüsünü tapıram. 360'ı böləcəm 6'ya. Çünki xarici bucaqların cəmi 360'dır. Hər biri bərabərdir. Bu da olur 60 dərəcə. Bir xarici bucaq 60 dərəcədir. Daxili bucağı alfa desəm, bir daxili bucaqla bir xarici bucağın cəmi 180'dir. 180. Beta 60 olduğu üçün alfa plus 60 dərəcə bərabər 180 dərəcəyə. Alfa olacaq 120 dərəcə. Yəni doğru cavab burada 120 dərəcəyə bərabərdir. Sualların izahları bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.